6 ilk 10 sualın izahını paylaşacağım. Əvvəlki videolarda 10-cu sualdan sonra gələn sualların izahını paylaşmışdım. Deməli, birinci sualdan başlayıram ki, ədədin cəmi 140, fərqi 28-dir. Bu ədədləri tapın. Əgər bizə 2 ədədin cəmi və fərqi verilibsə, bu zaman ədədləri tapmaq üçün qayda var. Böyük ədədi necə tapırıq, kiçik ədədi necə tapırıq. Böyüyü tapmaq üçün cəmin üzərinə fərqi gəlirəm, bölürəm 2-yə. Eləyir deməli 168-i 2-yə bölsək 84. Kiçik ədədi tapmaq üçün isə deməli cəmdən fərqi çıxıram, bölürəm 2-yə. 140-dan 28 çıxanda qalır bizdə 112. 112-ni də 2-yə böləndə eləyir 56. Daha sonra keçirəm ikinci sual. Yenə eyni tipdir. 2 ədədin cəmi verilib və fərqi verilib. Bu ədədləri tap deyir. Cəm və fərq veriləndə o zaman biz böyük ədədi tapmaq üçün yenə də cəmin üzərinə 180-in üzərinə fərq nədir? 62-dir. Gəlirik 62 bölürük 2-yə. O da eləyir deməli 242 bölünsün 2, o da bərabərdir 121-ə. Kiçik ədədi tapmaq üçün cəmdən fərqi çıxıram. 180-dən 62-ni çıxıram. Bölürəm 2-yə. 180-dən 62 çıxanda deməli qalır bizdə 100. Deməli 180-dən 62 çıxanda qalır bizdə 118. Onu da 2-yə böləndə eləyir 59. Deməli, üçüncüdə biraz tip dəyişir artıq. Deyir, biri digərindən 37 vahid böyük 2 ədədin cəmi. Biri digərindən 37 vahid böyük 2 ədədin cəmi. Yəni, cəm yenə də verilib. Cəm neçədir? 169. Bax, bu hissə ki, oxuyuram. Mən biri digərindən 37 vahid böyük. Bu da onların əslində fərqidir. Fərq demək 37-dir. Biri digərindən 37 vahid. Məsələn, mən deyirəm ki, tutaq ki, 2 nəfər götürək. Bunu insanlara aid edək. Tutaq ki, olsun biri Cəmil. Biri də olsun Ruslan. Deyir ki, Cəmilin Ruslandan 37 manat çox pul var. 37 manat çoxdursa əgər Cəmilin pulu. O deməkdir ki, bunların arasında, pullarının arasında fərq 37-dir. Yəni Cəmilin pulunu, Ruslanın pulunu çıxanda 37 qalır. Bu o deməkdir. Deməli, fərq də, deməli, qısacası 37-dir. İndi bizə bu ədədləri tap deyir. Böyük ədədi tapanda toplayıb bölürük 2-yə. 169-dan 37-ni toplayıb bölürük 2-yə. Deməli, kiçik ədədi tapanda 169-dan 37 çıxıb bölürük 2-yə. Deməli, 169-dan 37 eləyir 206. 206-nı da 2-yə böləndə eləyir 103. 169-dan 37 çıxanda eləyir 132. Onu da böləndə 2-yə eləyir deməli 66. Sonra, bu da kiçik ədədi idi, yəni. Dördüncüdə də yenə də biri digərindən 43 vahid kiçik olan 2 ədədin cəmi. Bax, biri digərindən 37 vahid böyük, biri digərindən 43 vahid kiçik olan 2 ədəd. Bu deməkdir ki, bunların arasında fərqdən gedir söhbət. Deməli, fərq 43-dür. Cəmdəki 173-dür. Bunların ədədləri necə tapaq? Böyük ədədimi tapmaq üçün 173-dən 43-ü toplayacam, böləcəm 2-yə. 173-ün üstünə 43 gələndə eləyir 216. 216-nı da 2-yə böləndə eləyir 108. Kiçik ədədi tapanda 173-dən 43 çıxacam. Böləcəm 2-yə. O da eləyir, deməli, 130 böl 2, 65. Sonra deyir ki, 5-cidə yenə də biraz da tip dəyişir. Artıq insanları salır, yəni şəxsləri salır artıq məsələlərin içərisinə çaşdırmaq üçün. Amma biz yenə də başa düşməliyik. Əgər deyirsə, ana qızından 23 yaş böyüdür, bax, elə bir ki, üçüncü məsələ kimidir də bu. Biri digərindən 37 vahid böyük. Mən nə dedim? Deyirdim, biri digərindən 37 vahid böyük, biri digərindən 43 vahid kiçik. Olsun, lap ana qızından 23 yaş böyüdür. Bu demək ki, bunların arasında olan fərq 23-dür. Yəni, fərqimiz ana ilə qız arasında. Yaş fərqi 23-dür. Təbii ki, nəyi unutmaq olmaz burada? Ana böyükdür. Ana böyük ədəd. Yəni, əgər desə ananı tap, onda böyük ədədin tapılma qaydasından istifadə edəcəm. Əgər desə qızın yaşını tap, onda kiçik ədədin tapılmasından istifadə edəcəm. Fərq 23-dür qısacası. Onların yaşlarının cəmi də 44, 49 verilib.
Cəmi də deyir 49-dur. İndi bizdən nə istəyir? Nə istəyir? Qızın yaşını. Qızın yaşı, yəni kiçik ədədin tapılma qaydasıdır. Kiçik ədədi tapmaq üçün nə edirik? 49-dan 23-ü çıxıram, bölürəm 2-yə. Yəni bu da eləyir deməli 26 bölü 2. O da bərabərdir 13. Qızın yaşı 13-dür. Deməli gəldik o 6-ya. Yenə də eyni tip. Oğul atasından deyir 32 yaş kiçikdir. Nə deməkdir bu? Bunların yaşları arasında fərq 32-dir. Yaxşı, böyük olan kimdir? Əlbəttə ata. Əgər desə atanın tapaq yaşını, onda böyük ədədin tapılma qaydasından istifadə edəcəm. Əgər desə oğlunun yaşını tap, onda kiçik ədədin tapılma qaydasından. Fərq 32. Yaxşı, cəm nə verilib? Onların yaşlarının cəmi 68. Atanın yaşını deyir tap. Atanın yaşı yəni böyük ədədi tapmaq deməkdir. 68 deyil 32 böl 2. Bu da eləyir 100 bölü 2 50. Atanın 50 yaşı var. Sonra 7-ci məsələ. 2 qutuda deyir bir yerdə 133 karandaş var. Aha, demək cəm nədir? Birlikdə nə deməkdir? Birlikdə cəm deməkdir. Yəni 2 qutunun içərisində cəmi 133 karandaş var. Bir qutuda o birindən 29 çox karandaş var. Yenə də bayaqki kimi. Biri digərindən 37 vahid böyük. Yenə də baxın 3-cü məsələyə qayıdıb oxuyuram ta. Əvvələ qayıdıram. Biri digərindən 37 vahid böyük, biri digərindən nə bilim 29 çox karandaş. Ana nə bilim qızından 23 yaş böyük. Bunlar nə demək? Bunların arasında demək fərq həmin o ədəddir. Əgər deyirsə bir qutuda o birindən 29 çox karandaş var. Bu o deməkdir ki, bu qutular arasındakı karandaşların, yəni qutuların içərisindəki karandaşlar arasında fərq 29-dur. Yəni qısacası cəmləri 133-dür karandaşların, fərqləri isə 29-dur. İndi məndən soruşur hər qutuda nə qədər karandaş var. Onda mən həm karandaş çox olan qutunu da tapmalıyam, həm də az olan. Yəni böyük ədəddə tapmalıyam, kiçik ədəddə. Yəni məsələlərin hamısı böyük ədəd, kiçik ədəd məsələsinə gəlib çıxır. Çünki 6-cı dərsin mövzusu budur. Deməli böyük ədədi tapmaq üçün 133-dən, yəni hansı qutuda karandaş daha çoxdur, o tapmaq üçün 133 üstünə 29 gəlib böləcəm 2-yə. Bu da edəcək 133 ilə 29-u toplasaq əgər eləyir 162, 162-ni də bölsək 2-yə 81. Və kiçik, yəni karandaş az olan qutudakı karandaşların sayını tapmaq üçün 133-dən 29 çıxacam eləyəcək deməli. 104, 104-ü də 2-yə bölsəm eləyəcək 52. Məsələn. 8-ci məsələyə baxaq. Burada artıq biraz dəyişir məsələ. Deyir 3 ədədin cəmi. Burada artıq tənlik quraraq həll etməliyik. 3 dənə ədəd var deməli. 3 ədədin cəmi 144-dür. Aha. Hər biri özündən əvvəlkindən 27 vahid böyükdür. Deməli, hər biri özündən əvvəlkindən 27 vahid böyükdür. Nə deməkdir? Demək, ardıcıllıq, bu ədədlər arasında bir ardıcıllıq var. Ardıcıllığımız nədir? Biri digərindən, yəni 27 arta gedir. Məsələn, birinci qutuda x, yox, birinci ədədim x olsun, qutu məsələsinə getdalım. Birinci ədədim x olsun, bilmirəm çünki necədir, niyə x verdim, bilmədiyim bir şeyə, məchul olan bir şeyə x verərəm. Tənlik qurmaqla məsələ həll etmək bu cür olur. İkinci qutuda bundan 27, yenə qutu dedim, ikinci ədəd birinci ədəddən 27 vahid böyük olsa əgər, onda yəni mən belə qurmalıyam ikinci ədədin qarşısına. Üçüncü ədəddə təbii ki, ikincidən, yəni ardıcıllıq arta gedirsə, hər biri özündən əvvəlkindən böyüdür. 27 vahid, onda x üstəgəl 27 bu ikincini göstərir və üstünə də 27 gəlməliyəm ki, üçüncü ədədi tapım. Yəni qısacası 27 üstəgəl 27 də 54 elədiyi üçün silib birbaşa elə 54 yazacağım. X üstəgəl 54. Vəssalam. Bu indi tənliyi həll eləməliyik. Tənliyi həll eləmək üçün nə edirəm? Birinci qutu, yəni bu axı ədədlərin cəmini mənə deyir. Birinci ədədim x, ikinci ədədim x üstəgəl 27, üçüncü ədədim x üstəgəl 54, bərabər 144. Tənliyi həll eləmək üçün əvvəl x-ları bir yerə yığıram. Bir x, tək x o demək ki, qarşısında hər birinin 1 var. Yəni, birləri toplayıram 3, x bərabərdir. 27 ilə 54-ü isə kəsirdəcəm, deməli, bərabərliyin digər tərəfinə. Və qarşılarındakı işarəyə baxıram. Üstəgəl 27, üstəgəl 54. Onda mən digər tərəfə kəsirdəndə 144-dən bunları çıxmalıyam. Üstəgəldirsə çıxmalıyam. 144-dən 27 ilə 54-ün cəmini çıxsaq, yəni, eləyir nə? 144-dən 54 çıxaq əvvəlcə. Sonra 27 çıxaq. Eləyir, deməli, 90-dan 27 çıxsaq. 63.
X də bərabərdir 63-ü bölürük 3-ə. Yəni burada 3 x o deməkdir ki, 3 vurulsun x. O zaman mən burada x necə taparam? 63-ü bölürəm 3-ə. O da belə bərabər 21. Bizə nə istəyir? Bu ədədləri tap. X bərabər 21. X göstərir birinci ədədi. Görürsünüz də 21. Bu birisi bundan 27 vahid böyük idi. Elədi. Deməli 48. Üçüncü də yenə də 48-dən 27 vahid böyük olarsa eləyəcək. Deməli 75. Məsələn. 9-cu məsələyə baxaq. 5 ədədinin cəmi 280-dir. Yenə bu qayda ilə həll etməliyəm. Hər biri özündən əvvəlkindən, bu dəfə deyir 12 vahid kiçikdir. Yəni demək azala gedir də, düzdür? 5 dənə ədəd var. 1, 2, 3, 4, 5. Aha, 5 dənə ədəd var. Hər biri özündən əvvəlkindən azala gedir. 12 vahid kiçikdir. Onda mən bunu tərsdən başlayım həll edim. Azala gedəndə tərsdən başlayıb həll etmək daha asan olacaq. Yəni ən kiçik ədədim bax budur. 5-ci ədədim. Azala gedir axı. Neçə azala gedir? 12. Bax, ən kiçiyi məgər x-dırsa, demək, özündən əvvəl gələn 4-cü ədədim bundan 12 vahid böyük imiş də. Sonra o azaldı, yəni 5-ci ədədə çatanda 4-cü ədəd azaldı 12 vahid, o qaldı x. 3-cü ədəd onda belə çıxır ki, 4-cüdən 12 vahid çoxdur. Yəni, o da eləyir x üstəl 12 üstəl 12, yəni promo yazıram x üstəl 24. 5-ci ədədim 3-cüdən 12 vahid böyükdür. X üstəlisini 36 eləyəcək, yəni 24-ün üstünə 12 gələcək. Birinci ədədimdə ikincidən 12 vahid böyükdür. X üstəkəl 48 yazacağam. İndi bu tənliyi həll eləmək üçün, yəni belə həll edirik ki, x-ları bir yerə toplamalıyıq. Neçə dənə x var? 5x. Neçə dənə, yəni bu ədədləri də toplayaq və sonra gəlib nə etməliyik? 280-dən bunları çıxmalıyıq. Çünki hər birinin qarşısındakı işarə müsbətdir. Yəni bu da edəcək 280-dən bu ədədlərin cəmi çıxanda 160 alınır. Sonra x-i necə taparıq? Mən bayaqki misalımı izah edəndə dedim ki, 5x o deməkdir ki, 5 vurulsun x. Bu sadə bir tənlikdir də. Yəni burada x-i necə taparıq? Vuruq hasildir də, elə bir ki, burada x məchul vuruqdur. Məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürlər. 160-ı bölürük 5-ə, x də bərabər də eləyir. Deməli 32. Bu ədədləri tap. Bir yerinə qoyuruq, tapırıq. 32 hansı ədədimdir? Ən kiçik ədədim. Ondan əvvəl gələn 4-cü ədəd bundan 12 vahid böyük idi. Eləyir nə? 44. Sonra ondan əvvəl gələn yenə bundan 12 vahid böyükdür. Eləyəcək 56. Yenə bundan 12 vahid böyükdürsə, o birisi eləyəcək deməli 68. Birinci ədəddə yenə ikincidən 12 vahid böyükdürsə, eləyəcək 80. Vəssalam. Doğrudan da baxsaq, indi bu ədədlərə 80, 68, 56, 44, 32. Bunlar nə qədər azala getdi? 12 vahid azala getdi. Sonra, indi mən bu 10-cu məsələni, yəni elə bir üsulla izah edəcəm ki, əslində mən 8-ci və 9-cu məsələləri də bu üsulla həll edə bilərdim, amma mən daha çox şagirdlərə tənlik üsulunu öyrədirəm ki, çünki gələcəkdə bizə bu üsul məsələlərin həllində çox əlimizdən tutacaq. Baxın, 7 ədədin cəmi verilib 175. Hər biri özündən əvvəlkindən 6 vahid kiçikdir deyir, bu ədədləri tap. Bax, burada neçə ədəddən gedir söhbət? 7 ədəd. Və mən başa düşdüm ki, bunların arasında bir ardıcıllıq var. Bax, ardıcıllıq sözünü vurğulayıram. Çünki indi deyəcəyim üsul yalnız ardıcıllıq varsa keçərlidir. Ardıcıllıq var. Necə bir ardıcıllıqdır bu? Yəni 6 azala getməlidir bu 7 dənə ədəd. İndi qayda deyirəm. Əgər ardıcıl ədədlərin sayı tək sayda verilibsə, görürsünüz də bizim məsələdə də 7 ədəddən gedir söhbət. 7 tək ədəddir. Ardıcıl ədədlərin sayı tək sayda verilibsə, ortancıl ədədi tapmaq üçün ədədlərin cəmini bölərəm o ədədlərin sayına. Demək, 7 dənə ədəd var. Ədədlərin deməli, sayı təkdir. 3, 4, 5, 6 və 7. Deməli, bu ədədlərin ortancılı hansıdır? 4-cü ədədi tapmaq istəyirəm mən indi. Ortancıl ədədi tapmaq üçün ədədlərin cəmini, ardıcıl ədədlərin cəmini bölərəm ardıcıl ədədlərin sayına. Bu da eləyəcək, deməli 25. Mən 4-cü ədədi avtomatik tapdım da, tənlik qurmadım heç. 4-cü ədədim 25-dir. İndi bu ardıcıllıq axı azala gedir. 6 azala gedir. 4-cü ədəd əgər 25-dirsə, demək bundan sonra gələn azalmalıdır 5, 6 vahid. Eləyəcək 19.
Məndən bütün ədədləri tapmağımı istəyir də, düzdür? 5-ci ədədi tapdım 19. 6-cı ədəddə azala-azala gedəcəkdi. Yəni 7-ciyə qədər azala-azala getməlidir. Bunda 6-cı ədəd olacaq yenə 13. 7-ci ədəd isə olacaq deməli 7. Yaxşı, biz 3-cü, 2-ci, 1-ci ədəd. Bax, bu ədədlər birincidən başlayaraq 6-6 azala-azala gedib də, düzdür? 4-cü ədəd 25-dirsə, demək, özündən əvvəl gələn əslində bundan 6 vahid böyükdür də. Yəni, azala-azala gedibsə, birincidən başlayaraq azala-azala gedib. O da 3-cü ədədim 31-dir, 2-ci ədədim 37-dir, 1-ci ədədim isə 43-dür. Baxın, doğrudan da indi baxsaz ədədlərə. 43, 37, 31, 25, 19, 13 və 7. Təmlik falan qurmadan həll edə bildim məsələni. Birinci ədədim 43, azala-azala getdi, oldu. İkinci ədəd 37, 6, 6, 6, 6, azala-azala getdi. Yəni, axırıncıda da oldu 7-ci. 7-ci ədədim elə 7. Vəssalam. Bir də qaydanı təkrar edirəm. Əgər ardıcıllıq varsa ədədlər arasında, müəyyən ardıcıllıq varsa, bu ədədlərin ortancılını tapmaq və ədədlərin də sayı tək ədəd verilibsə, ardıcıl ədədlərin sayı. Ortancıl ədədi asanlıqla tapmaq olar. Yəni, cəmi bölürəm ardıcıl ədədlərin sayına. Və sonra da artıq düşünürəm də, yəni, məsələn, 5-ci ədədim necə olsun, 3-cü necə olsun. Vəssalam, bu qədər. 11-ci və digər sualların izahını artıq mən əvvəlki videolarda paylaşmışam.